Müəllimlərin işə qəbul imtahanına hazırlaşan ibtidai sinif müəllimləri və yaxud müəllim namizədlər. Əgər siz imtahana hazırlaşırsınızsa, bu videonu mütləq izləyin ki, qalan zamanınız boşa getməsin və ən azından videoda olanları bir yoxlayın özünüzü ki, görün mən bunları edirəmsə, hər şey yerindədir. Yox, əgər mən bunları etmirəmsə, deməli məndə hansısa boşluqlar var. Mən bunları qısa maddə sizin üçün hazırlamışam ki, izləyərkən rahat olsun. Birinci məsələ, əgər imtahana hazırlaşırsansa, təbii ki, ancaq qayda kitabları oxumaqla olmaz. Ya hər hansı bir müəllimin onlayn dərsinə qoşulacaqsan, ya da ki, kimlənsə deməli hazırlaşacaqsan. Bu birinci məsələdir. Niyə? Çünki elə şey olacaq ki, sən orada onun izahını bilməyəcəksən. Açıb kitabdan da onu tapa bilməyəcəksən. Özün onu səhv yadda saxlayacaqsan və bu da sənin üçün çətinlik yaranacaq. Və eyni zamanda sən hansı mövzunun proqramda olub olmadığın, hansı mövzularda daha çox sualın düşüb düşmədiyin, bilmədiyin üçün və yaxud sual tiplərini görməmsən axı, öncəki illərdə necə düşür, ondan əvvəl necə düşüb. Bunları bilmədiyin üçün sən daha çətinlər işləmiş ola bilərsən və yaxud daha asandan hazırlaşmış olarsan. Hər iki halda sənin zamanın getmiş ola bilər. Bunlar üçün sənin önündə ən azından bir müəllim olmalıdır. Bu müəllim belə qeyri-adi savada malik müəllim olmaya da bilər. Əsas odur, heç olmasa bir-iki dəfə MİQ imtahanı görsün, imtahandan nələrdənsə başa çıxsın, az da olsa təcrübəsi olsun. Hətta bu, əvvəlki illərdə özü uğurla MİQ imtahanı vermiş müəllim yoldaşlarınız, qrup yoldaşlarınız ola bilər. Burada da ayıb bir şey yoxdur. Dimin testləri mütləq şəkildə işləyəcəksə. Çünki dimin testləri təkcə deməli, bilik əldə vermir sizə, həm də sürətinizi, vərdişinizi artıracaq. Sən o testləri görməklə səndə test işləmə sürəti, vərdişi yaranacaq ki, orada 20 sualı biri var 1 saata, saat yarımı yazasan, biri var 20 sualı 20 dəqiqə yazasan, bunun üçün mütləqdir. Sınaqları çox işləməlisən, sınaqları işləyirsən, boşluqlarını tapıb həmin mövzuları mütləq bərkitmiş olacaqsa. Təkcə dimlə də təbii ki olmaz, orada bilirsiniz, ona yaxın mətn testi var. Əlavə olaraq, məsələn, bizim qırmızı üzlü 5-ci nəşr test vəsaitimizdən də işləyə bilərsiniz. Başqa kursların vəsaitlərindən də işləyə bilərsiniz, fərqi yoxdur. Bir də, heç olmasa çalışın dimin öz testlərinin içərisindən, yəni dim kitabın içərisində olan mətnlərdən işləyin. Qorxmayın, 9-cu sinif mətnlərindən işləyin geçsin. Hətta bacarsaz 11-ci sinif mətnlərindən də işləyin geçsin. Bunun sizə heç bir ziyanı olmaz. Belə, əgər kimsə bizim qruplarda da hazırlaşmaq istəyirsə, 055 597 0151 nömrəmizə yazaraq sıfırdan başlayan qruplarımızdan tam və peşəkar şəkildə hazırlaşa bilər. Bu qədər, sağ olun.